Şəhadətə necə hazırlaşırlar? Əstəğfirullah Rabbi və tubu ilayh, üzr istəyirəm, bağışla. Çünki şəhadət yolunda əl-ayağa dolaşacaq bir şey təkəbbürdür. Mən gəldisə vəssalam. İmam Hüseyn əleyhissalam Aşura gecəsi möhlət alır düşməndən və orada deyir ki, mən Quranı oxumağı sevirəm və dua və istiğfarı sevirəm. Fikir verirsiniz? Bir gecə möhlət alıb, sabah şəhid olacaq. O məni dəf eləməyin yolu istiğfardır. Ona görə Aşura gecəsi bolluca istiğfar elədilər. Üzrxahlıq halında ərdilər Allahın qarşısında, əriməklə uzaldılar, oldular Kərbəla şəhidi. Əriməklə gedir. Şəhadət belə deyil ki, elə məsələn, gedim özümü atım, yox. Şəhadət gərək nəsib olsun, arzuya çevrilsin. Amma məqsədə yox. Heç bir insan ölmək, şəhid olmaq məqsədi ilə yaşamamalıdır. Arzu ola bilər.